Yaxşı, Elmirin şərəfinə bu sual təzdən izah edirəm. Deməli, Elmir sən başa düşdün bunu? Bəli. Dəqiq olsun. Bəsdir. Bəli. Eyni səsi düşdü. Bir çıx, iki ortaqlıq çıxar, nə qalmışdı? Gör təkrar deyə bilərsəm, yadında qalırmı? Nə qalır burada? 4 kvadratı. A kvadratı. Bu da 3 vur. Bunda necə açdıq? 1'in kvadratı. Bu da 2A'nın kvadratı. 1 çıx, 2A. Bir də 1 topla 2A. Belə oldu. Bəli, düz yazıb kimsə. Düz yazıb. İndi davam edək növbəti ikinci suala. İkinci sualımızda ehtimala aiddir. Bu eyni yazır. Deməli, hadisənin bir baş vermə ehtimalı var, bir də baş verməmə ehtimalı var da. Baş verməsi ehtimalı nə qədər verirlər? 128. Onda baş verməməsi ehtimalı nə olacaq? Düşünün ki, bunu kəsrlə yazında. Bax, 100-dən, belə deyək də, baxın 100-dən 28-i baş verirsə, 100-dən neçəsi baş vermir? 75. Bəli. Bax, bu neçəsidir? 100-dən neçəsi? 28-i. Bu baş vermə ehtimalıdır, özü verir. Deməli, tamamlamalıdır da 100-ə. Neçəsi baş verməyəcək? %72. 72. %72-ni də sən nə edə bilərsən? İxtisar edə bilərsən, biraz kiç edə bilərsən. Ya da topla sonra. Bizdə nə istəyir? Y bölü x-i. İndi burada da baş verməsi ehtimalının altına x yazır. Burada B hadisəsi üçün baş verməməsi. Baş verməməsi %76-dırsa, bəs baş verməsi nə olacaq? X-imiz onda yüzdə nə qədər olacaq? 24. İndi x-imiz budur. Bax bu. Y-imiz də budur. Nəyə nisbətidir? Y-in x-a. Yəni nəyə böləcəm? Bunu %72-ni. Buna böləndə nə edirəm? Böləndə tərsinə çevir. Yəni 24-də 100. 100-lər gedir. 72-nin 24-dən gedir nə qalır? 3 qalır. Cavabımız oldu. Bu yazmıyor mənim. Cavabımız oldu. 3 doğru variant. D variantı. Mesela Elvin olsaydı İmam Quliyev yazacaqdı. Ya da ki Elmir. Deməli bu belə. Yaxşı, mən sizin üçün boş verib gətirdim. Belə. Deməli. Üçüncü sualımız görə hansı mövzuya aiddir? Deməli baxın kubdan düşür də 100%. Deməli kubun 2 dənə tilin çəkib yarımsı qalır. Deməli kub çəkmək üçün nə edəcəksiniz? 2 dənə nəyi kəsişdirəcəksiniz? 2 dənə kvadratı kəsişdirməlisiniz. Deməli, biri elə burada, bir hissəsini burada biz tamamlayaq. Bilmirəm də, götürmüşəm, internetdən götürmüşəm. Deməli, bizim uşaqlardan deyil. Burada 2 dənə kvadratı nə edəcəksiniz? Kəsişdirəcəksiniz. Bu bizim nəyimiz uşaqlar? Kubumuzdur. Bu bizim kubumuzdur. Deməli, bunu nəyin verir? Nəyin vermişdir? Getdi yuxarı. Mən 4 diagonalını. Biraz aşağı çəkək. Bilirəm, aşağı çəkək, tam görünmür. Bir üzünün diagonalı. Uşaqlar, kubun üzləri hansı figurdur? Kvadrat. Kvadrat, bəli. Deməli, 4 ilə tərəf. Deməli, kubun üzləri kvadratdır. Deməli, burada biz 16 vur 4 ilə 56. Gəlsin bura. Yaxşı. Aşağı çəkdim. 2 dənə yox da göstərək də, şəkillə də göstərək. 2 dənə kvadratı nə elədik? Kəsişdirdik. İkinci biraz əyri oldu. Bu kubdur. 6 dənə üzü var, eləmi? Hər üzdə nədir? Kvadratdır. Hər üz eynidir. 6-sı da eynidir. Desə tam səthin sahəsi. Tam səth. Tam deyəndə bütün üzlər. Neçə üz var? 6. Bir dənə üzün sahəsi necə tapılır? Yan səth. 6A kvadratı. Aydındır? Yan səthin sahəsi də. Bir dənə üzü nədir? A kvadratı da. Bütün üzlər hansı figurdur uşaqlar? Kvadratdır. Elə deyil. Düşün ki, bir üz kvadratdır. Tili A'dır, yəni tərəfi A'dırsa, kvadratın sahəsi necə tapılır? A kvadratda. Bir üzün sahəsi A kvadratıdırsa, tam deyəndə 6 dənə nə olacaq? 6 dənə A kvadrat olacaq. Bu, elə belə yazıram da, təkrarlamaq üçün. Tam səth 6A kvadratı. Yan səth desə, neçə yan üzü var yeşiyin? Kubun? 4 dənə. S-yan desə, kub şəkilli yeşil, deyil mi? S-yan desə nə olacaq? 4 dənə A kvadratı. Bəli. Həcmi necə tapılırdı? Kubun həcmi 3 dəfə üzrünə vuruldu. Yəni oturacağın sahəsi hündürlüyü, yəni A kubu. Həcm A kubu. Bunları təkrar eləməlisiniz. Təkrar eləmək lazım. Bizə deyir, bir üzünün diagonalı 4 kökü. Bir üzü hansı fiquru idi? Kvadrat. Bunu nəyə çəkirsən? Diagonalına. Və diagonal bucaqları necə bölürdü? Yarı yarı. 45, 45.
Onda A bura nə olmalıdır? A kökdəki olmalıdır da həmişə kvadratda. Diaqonalda nə qədər verir sənə? 4 kökçü. Deməli A-mız neçə imiş? 4 imiş. A da kubun tilidir da. A-nı tapdınsa yan səthinin sahəsini istəyir. Hansını hesablayacaqsan? 4A kvadratı ilə. Yəni S yan bərabərdir. 4 vur A-nın kvadratı. A-mız nədir? 4. 4-ün kvadratı. 4 vur 16 o deyir 64. Bəli, bu şəkildə hesablayırıq. Elvin, Məmmədov, bura bax. Bura bax. Tapdım onu Getdi. tapışdırdım. Bu sual getdi. İndi gəlirik. Neçənci sual? 34. 4-cü sual. 4-cü sual. Bəli. Sağ ol. Yaxşı. Saxlayacam olsa, lazım olsa göndərərəm. Baxarsınız, bilən izahlarına baxaq. Deməli, gəldik. Növbəti 4-cü sual görək hansı mövzulardır. Buradadır. Hə, 34-cü sual. Burada hissəyə aiddir. Kəsrlər mövzusunun hissəyə aid sualdır. Abdasın. Deməli. Baxaq görək nədən danışır burada. Alt tərəf hissəsi dolu olan hissənin boş qalan hissəsinin həcmi dolu hissənin həcmindən neçə dəfə çoxdur? İndi baxaq görək. Alt tərəf hissəsi nə qədərdir? Dolu nə qədərdir? Dolu hissəsi. Nə qədər dolu uşaqlar? 6-dan biri doludursa, bəs boş nə qədər olacaq? 6-da 5-dir. Bəli. 6-da 5-i doludur. Deməli, deyir ki, boş qalan hissənin həcmi, yəni bu 6-da 5, dolu hissənin həcmindən neçə dəfə çoxdur? Boş qalan hissənin həcmi, bu qədər dolu həcmi, boş qalan hissənin həcmi, dolu qalan hissənin həcmindən neçə dəfə çoxdur? Boş nə qədərdir? 6-da 5. Dolu nə qədərdir? 6-da. Deməli, bu bundan neçə dəfə çoxdur? Bunu buna biləcəksən də. Bir şeyin o bir şeydən neçə dəfə çox olduğunu bilmək üçün onu ikincini birinciyə bölmək lazım. Məsələn, deyirəm ki, 10 2-dən neçə dəfə böyüdür? 5. 12-yə bölürsən də. İndi də deyir ki, dolu boş hissə, bax, boş qalan hissənin həcmidir, dolu hissənin həcmi neçə dəfə çoxdur. Yəni, bu, bundan neçə dəfə çox deyəndə, bunu buna neynəyəcəksən? Böləcəksən. Dolunun boşdan, daha doğrusu, boşun doludan neçə dəfə çox olduğunu bilmək üçün bölmək lazımdır. Elədir mi? Məsələn, deyirəm, 24-dən neçə dəfə böyüdür, neynəyəcəksən? 24-ə böləcəksən. 6 2-dən neçə dəfə böyüdür? 6-ı 2-yə böləcəksən. İndi burada da 6-da 5-i nəyə böləcəksən? Böləcəksən 6-da 5. Yəni, vuracaqsan nəyinə? Tərsinə. 6-da 5 vur, 1-də 6. 6-lar gedir, nə qalır? 5. Məsələn. Və ya da baxan kimi şifahi bilirsən də, 6-da 1-də 6-da 5-dir, 5 dəfə çoxdur. Buradan da bilmək olar. Bu belə. İndi gələk növbəti 5-ci suala. Adi heç mi? Müəllim. Sürətdən ənəmin düsturu bəli. A minus B, A minus B. Yəni, bu necə açırıq? Elmi gəzəcək şu an. Elmi gəzəcək sual yazacaq. Deməli. Gəlmə yazın. Deməli. Yox, burada ayrıcan bunu yazmaq. 402-dən bir dənə neyəcəksən? 398-i çıxaracaqsan. Bir dəfə də 402 ilə toplayacaqsan 398-i. Məxrəcdə də heç 800-ü heç nə eləmirsən. 5 vur. Qalır yerində. İndi bərabər. Neçə qalır çıxaracaq? 4 qalır. Bunları toplayan neçə eləyir? 800. 800-lərdə nə eləyəcək burada? 7 gedir. Qalır 4. Belə. Yəni A variantımız. Belə. İndi gələk növbəti sual. Növbəti sualımız 36-cı sual. Faizə aiddir. Deyir 60-ın 60%-i A ədədinə bərabər. Ədədin faizi necə tapılır? 36 edir. Faizə vurub 100-ə bölürük. İşiniz burada olsun. İşiniz burada olsun, sonra qeydlərimizi götürəcəksiniz, saxlayacaq. Deməli, deyir 60-ın 60%-i. Yəni 60 vur nə? 60 böl 100. Bərabər olmalı nəyə? A-ya. A ədədinə. Sıfırları aparırsan 36 bərabərdir A-ya. A-nı tapdıq. Sonra 80-in 80% B ədədinə bərabərdir. Yəni, bəli, 80 vur 80 böl 100 bərabərdir B-yə. Sıfırları aparırsan 64 bərabərdir B-yə. B, bilmirəm. B 64, A 36. Bunları kökün altına nə edəcəksən? Toplayacaqsan. Tələsmirsən, ayrı-ayrı kök çıxarda bilməzsən. Gəldirsən 36 topla, 64. Bəli, çoxu gedər buradan, bundan 6 çıxardar, bundan 60, elə olmaz. Toplamalısın sonra. Kökün altında 100 eləyir, bundan elə çıxacaq
10. Çünki 10'un kvadratı 100'dür. Belə. İndi davam edək. 37-ci sual yəqin bu tərəflərdə. Baxaq. Deməli, burada üstündə xətt olanda neydi? Ayrıldır da. Ayrıldır. Ayrı. Birinci hansı mərtəbədir? Təklik, onlu, yüzlük. Təklik, onlu, yüzlük, təklik, onlu, yüzlük. Hər bir rəqəm nə ilə vururduq? Hansı mərtəbədirsə, həmin mərtəbəyə vururuq. Məsələn, burada neçə A olacaq? 100 A olacaq. Bir də onları açıq formada yazmayaq. Açıq formada yazmayaq. Birbaşa baxırsa, burada A neçə mərtəbəsidir? Hansı mərtəbədir? Yüzlük, 100 A. Burada nə hansı mərtəbədir? 10 A olacaq. Burada 1 A. 100 A, 10 A, 1 A. Nə qədər oldu? 111 A. 111 A. Hamısının arasında toplamakla. Topla. Neçə dənə B? 10 B, 100 B. 111 bu da 1 B. Nə qədər oldu yenə? 111 B, 111 B. A, nə qaldı burada? C. 1 C, 100 C, 10 C. Nə qədər oldu yenə? 111 C. 111 C. O dəqiqə burada açıq aydın. Görürsən ki, nəyi ortaq olub çıxardacaqsan? 111'i ortaq olub çıxarsan, 111'i götürsün. Nə qalacaq? A, burada. Topla B, topla C. Bəli. Ədədimiz budur. Bax, 111 bu. A topla B, topla C-dir. Deyir, uyğunluğu nədir? Doğru ifadələr seçin. Deyir, 9-a qalıqsız bölünür. Deyir, bu ədəd neyini? 9-a qalıqsız bölünür. Baxın, burada 111, da vuruğun biri nədir? 111'dir. Biri də A topla B topla C'dir. Elvin Məmmədov. Burada, bax, hasildir da. Hasilin vuruqlarından biri hər hansı ədədə bölünürsə, deməli hasil də bölünür da, aydındır. İndi 111 3'ə bölünür? Bölünür. 3'ə qalsın. 37'ye bölünür? Bölünür. O dəqiqə deyin ki, 37'ye bölünür. Yoxlayın. 3'ü 37'ye vuranda ilə 111 bölünür. Deməli, doğrular hansılardır? 2 ilə 3. Amma 111 9'a bölünür? Bölünür. 9'a bölünməyəcək. Sonra, bu belə. Deməli, bunu da silək. Deməli, burada nə oldu? 2 ilə 3 oldu. Gələk, burada... Bok təzim olacaq mən bu il. Yox, bok ilə həmişə yeni bir şey düşür. 38-ci sual. Deməli, nə deyir burada uşaq? Deyir, köşdəki ədədinin kəsr hissəsi A ədədinə bərabərdir. Köşdəkinin kəsr hissəsini tapmaq üçün biz nəyi tapmaq lazımdır? Tam hissəsini. Bilirsən ki, köşdəkidən təqribi neçə deməkdir bu? Hansı tam ədədlərin arasında yerləşir? O dəqiqə özünə ən yaxın kök çıxan ədədləri axtarırsan. Özündən böyük nə var? 3. Köşdə 4 var, yəni 2. Bir də köşdə 1 var. Yəni köşdəki hansı tam ədədlərin arasındadır? 2 ilə 1 nam. Yəni neçə tam deməkdir? 1 tam, onda 4 deyək məsələn. 1 tam, onda 4. İndi, deməli bunun tam hissəsi neçə götürəcək? 1 götürəcək. Çünki bu köşdəki 1 tam neçədirsə, tamı nə götürəcək? 1 götürəcək. Hə, İmam Quliyev. Köşdəkinin onda tam hissəsini nə yazırıq? 1. Tamı 1'dir. Ədədin kəsr hissəsini tapmaq üçün özündən nə çıxırıq? Tamını. Onda bunun kəsr hissəsi nə olacaq? Köşdəkidən nəyə çıxırıq? 1'i çıxırıq. Bax, kəsr hissəsi budur. Yəni A ədədinə bərabərdir. A nəyə bərabər imiş? Buna. Köşdəki çıx 1'ə. A köşdəki çıx 1'dir. Deyir ki, 2 çıx kök 2 bölün A çıx 1 ifadəsinin qiymətini tapın. Gətirib yerinə yazırsan. Sürətimiz nədir? 2 çıx köşdə 2 bölünsün. A'nın yerinə nə yazıram uşaqlar? Köşdə 2 çıx 1. Bir dənə var? Çıx 1. Bərabərdir. 2 çıx köşdə 2 böl. Köşdə 2. Bunlar nə edir? Mənfi 1 çıx 1 nə edir? Mənfi 1 çıx 1. Elvin bura bax. Mənfi 2 edir. Mənfi 1 çıx 1, mənfi 2. Bunlar da bir-birinin əksidir da. 2 çıx kök 2 böl kök 2 çıx 2. Cavab nə edir? Mənfi 1. Əks tərəflərdir. Deyirəm ki, tutaq ki, 4 çıx 3 böl 3 çıx 4. Bu nə edir? Mənfi 1 da. Bir-birinin əksidir. Yəni, yerin dəyişəni mənfi atırsan qabağa, eyni ədədlər bir-birinə böləndə 1 edir da. Bunlar bir-birinin əksidir. Əks tərəflər bir-birinə bölürsən elədir. 3 böl mənfi 3 nə edir? Mənfi 1. Bu arada bir-birinin əksidir. Bilirsən, yer dəyişmə fərqi var. Ona görə cavabımız nə edir? Mənfi 1. Hə, davam edək 39-cu sual.
39-cu sualda üçbucaq verir. Açıq aydın görünür ki, burada nəyə tətbiq eləmək lazımdır? Oxşarlığı. Görürsən, burada şəkili ayrıca çəkək. Oxşarlığı tətbiq eləməsiniz. Özü asan formada düşəcək. Yəni sizə qeyri-adi bir oxşarlıq düşməyəcək. Deməli, burada üçbucağımız olsun belə. Bu üçbucağımız. Buradan oturacağı paralel nədir? Xətt çəkilir. MN düz xətti çəkilir. Bu təpə nöqtə. B. Bu da A. Yox, orta xətt deyil axı. Ola da bilər, olmaya da bilər. Burada C. Deməli deyir ki, MN AC-yə paraleldir. Paralel düz xəttlər görən kimi orada uyğun bucaqları axtaracaqsan. Bura alfadırsa, burada nədir? Alfa, uyğun bucaq. Bura betadırsa, burada betadır. Bəli. Burada bir x bucağı yazırsan, artıq yuxarıdakı üç bucaqla, yəni hansı üç bucaqla? MBN. Üç bucaq nə? MBN-lə oxşardır nə? ABC. Niyə görə? Bucaqları eynidir. Burada da alfa beta x, burada da alfa beta x. Eyni bucaqlarsa, demək bunlar necədirlər? Oxşardırlar. Üç bucaq A, B, C. Bunlar oxşar olur. Oxşar üç bucaqlar gördünsə, eyni bucaqların qabağa nisbətini bir-birinə nə edəcəksən? Bərabər edəcəksən. Aydındır? Bəli, bölüb bərabər edəcəksən nisbətləri. Məsələn, indi nisbətlər verildi orada. M-nin AC-yə nisbəti. M-in, bura nə yazıram? 2-nin 3-ə nisbət görən kimi K-lar yazıram. Bura nə yazıram? 2K, aşağı AC-yə 3K yazıram. Sonra BN 4-dür. Buradan bura nə qədərdir? 4 cm-dir. NC-ni istəyir. Burada nə yazıram? Başqa hərf yazaq. Y yazaq. Yaxşı, X yazmışıq da bu cavab. Y yazaq. İndi, bunlar oxşardırlarsa, sənə verilən tərəflərdən başlayırsan. Balacada X-in qabağı nədir? Balaca üç bucaqda. 2K. Tələsmə. Balaca üç bucaqda X bucağının qabağı 2K-dır. Böyük üç bucaqda X-in qabağı nədir? Böyük üç bucaqda X-in qabağı 3K-da. Eyni bucağın qabaqlarını bölməsi. Bərabərdir. Mən birinci nisbəti balacadan başlamışamsa, ikincini də balacadan başlayıram. İndi balacada nəyi bilirəm mən? Alfanın qabağı nədir? 4-dür. 4-ün. Böyükdə alfanın qabağı nədir? Y topla 4. Aydındır. Y topla 4. Burada K'lar nə edir? Y topla 4 yazmalıydı. Bu 4'dür. Deməli, burada K'lar nədir? 7. Nə qaldı? 2 böl 3 bərabərdir. 4 böl nə? Y topla 4. Bunlar nə edirsən? Çarpas təbii ki. 2-ni Y vuranda 2Y üstə gəl 8. Bərabərdir. 3-ü də 4-ə vuranda 12. Davam eləsək burada 2Y nəyə bərabərdir? 12-dən 8 çıxanda 4. Y-dən nəyə bərabərdir? 4-ü çevirdi 2. Bizdən də NC-ni istəyirdi da. Y. Cavabımız olur 2. Yəni şey olan yanlış. Yəni şəkil. Deməli. Atacam qrupa, bunun izahlarını atacam. Narahat olur. Deməli, 39 gəldi. 40-cı sual. 40-cı sual. Hə, baxın, sektorun sahəsi görürsünüz, düşür. Bəli. Elmin və ömrün günün çürütmüşəm, sektorun sahəsini soruşmalıdır. Deməli, sektorun sahəsi. Sektor elə bil ki, pizzanın dilimi idi, eləmi? Bəli, bu idi. Bu nədir? Sektor, uşaqlar. Bu çevirən nə idi? Radiusu. Bu da sektordakı mərkəzi bucaq. Sektorun bucağı alfadır. Sektorun sahəsi necə tapırdı? Mən deyim. De. Pi R'in kvadratı vur 60 bölü 80. Pi vur R'in kvadratı vur alfa. Üstürü yazaq. Alfa, buradakı alfadır yəni. Yadda. Pi kvadratı böl nə? 360 dərəcə. Ona görə də bucağı verib, sektorun sahəsini verir. İndi pi vur, R'in kvadratını bilirsən? Yox. Bilmirsən. R kvadratı, alfanı bilirsən axı. Nə qədərdir? 60 dərəcə. Gözlə. Böl 360, nəyə bərabər eləməliyəm? 24 pi'yə özü verir. 24 pi'yə. Bunları nə edirik? İxtisar aparaq, sonra çarpaz var. 60-dan 360 aparırsan. Bir dəfə, 6 dəfə. Sonra bunları nə edirəm? Çarpaz. Deməli, pi kvadratın 1'ə vuranda nə edəcəklər? Pi kvadratı, pi vur R'in kvadratı. Bərabərdir nəyə? 6 vur 24 pi. 6 vur 24 pi. Deməli, pi'lər də nə edir? Gedir ixtisar.
R kvadratı bərabərdir 6-nı 24-ə vuranda 144. 144. Nəyin kvadratı 144 edir? 12. R oldu 12, bizə də radiusu istəyirdi. Radiusumuz oldu 12. Deməli, 41-ci sual. Burada da uşaqlar. Əslində bu belə vurub açanda istəyə bilərsən. Az-azı uzanır vurub açanda, amma tapa bilərsən. Bir də ki, görürsən ki, bu ikisində orta vuruq nədir? Köşdəki də orta vuruq. Köşdəki orta vurulsun, vuruq çıxarsan daha qısa alınacaq. Deməli, burada köşdəkini götürsün. Köşdəki nə vuran köşdə 6 eləyir? Köşdə 3-ə. Qalır köşdə 3. Köşdəkini 1-ə vuranda köşdəki yerdə çıxır, yerində 1 qalır. Bu da nədir? Köşdə 3. Ahmet, biz de istəyir. Hansı düsturdu? Nənə düstur? Demək, köşdəki vurulsun. A-nın kvadratı, yəni nə? Köşdün kvadratı 3. 1-in kvadratı? 1. A kvadratı çıx 5. Bu da 3-dən 1 çıxanda 2 vur kök 2 nə edir? 2 kök 2. Vəssalam. Cavab belə sağ verirsiniz. Bu vəziyyətdə. Davam edək. 2-ci sual. 42-ci sual. Elvirin katleti gəldi. Deməli. 4 Burada aşağı. Hipotenuzu kök 21-dir. Nə çəkməliyik burada? Düz bucağını üst bucaq. Deməli. Hipotenuz kök altında 21-dir. Hipotenuz düz bucağın qabağı qeyd edəcəksiniz. Katetlərdən biri kök 5-dir. Yazırsan bura kök 5. Deyir ki, düz bucağı tutan digər kateti də şifahi sualda. Yəni Pifagor tətbiq edəcəksən. Həmişə katetlərin kvadratları cəmi, yəni x-in kvadratı üstə gələk. Kök 5-in kvadratı bərabərdir kök 21-in kvadratı. Burada da x kvadratı topla. Burada nə alınır? 5. burada da 21. X kvadratı nəyə bərabərdir? 21-dən 5. Nəyin kvadratı 16 eləyir? 4-ün. Digər kvadraт oldu 4. İmam buraya yaza bilərdin nə bu sualı? Yazarlar. Şübhə nə yavaşsan, yazamırsan. Hə, deməli bu da belə. Gəldik, Pifagor da belə. İndi, bax. 43. Baxın müxtəsər. Daha dilim quruyub deməli müxtəsəri öyrəndim. Deməli, bax bu toplamasını da ver, vurmasını ver, o neynəməsən? Yerinə. Təbii ki, düsturu bir söz yerinə qoyacaqsan. İndi A kvadratı topla B kvadratı. A kvadratı topla B kvadratı. Bunun iki cür açılışı var idi. Birində çıxıb kvadratlar üstünə gələ bilərsən. Birində də toplayıb çıxa bilərsən. İndi səndə baxırsan şərtdə nə verilibsə, ona görə toplaması verilibsə, ikinci düsturdan istifadə edəcəksən. A plus B-ni yerinə qoyacaqsan. Hayır Manqoliya. 8-in kvadratı, bu 8 verir baxın. Çıx 2AB. AB neçə verib? 3 verib. 64-dən nə çıxacaqsan? 6-nı. O deyəcək 58. C variantı. Deməli, gəldik 44-cü sual çoxluq. Deyir, iştiqlənmiş hissə. İştiqlənmiş hissə bu cür çoxluq gəldisə, bu cür çoxluq gəlsə, hara baxacaqsın? Rəngli yerə. Görürsən ki, rəngli yerdən nəyi qopardıq çıxıblar? C-ni, vəssalam. Rəngli yerdəki A-nın B-nin nə idi? Birləşməsi də, ümumi, bütün. A-B-nin birləşməsindən bu çıxacaqsan nəyi? C-ni. Deməli. Rəngli hissəyə baxacaqsınız. Bu cür çoxluq düşsə, rəngli hissəyə bax. Rənglidən görün nəyi qopardıblar, ona baxacaqsan. Deməli. Sonra gəldik, təhlillər sistemindən görürsünüz, düşür. Ehtiyac yoxdur, asan. İndi, bu cür sualda deməli, görürsən ki, dəyişənlərin qabaqlarına baxacaqsan. Burada 3 y-dir, burada 1 y-dir. Nəyə vuracaqsan? 3-ə vuracaqsan. Deməli, 3-ə vuracaqsan. Birincini ha. Daha durup bir dənə bunu yoxdur, uşaqlar. Hamısını. 3-ü 3x-ə vuranda 9x. 3-ü mənfi y-ə vuranda mənfi 3y. Bərabərdir, 3-ü də 3-ə vuranda 9. İkinciyə dəyməyəcəksən, 2x üstəgəllə 3y bərabərdir 13-ə. Alt-alta nə inərik? Toplayaq ki, geçsin. Çıxsan neçə getməyəcək. Toplasaq, bunlar əksizlər, bunlar nə inəcək? 0 edəcək. Neçə x edir? 11x bərabərdir 22. X-ə nəyə bərabərdir? 2-yə. X 2-dirsə, bizdən
Gətirib x yerinə qoysan, 3 edir. 2 qoysan. 5 edir. 3 vur 2 çıx y bərabərdir 3-ə. 5 yoxsa 6? 6 çıx y bərabər 3-ə. Y-də neçə oldu? 3. Y3, x daha 2. Cəmlər neçə edir? 5. Yəni çətin düşmür. Tam buraxmışsa belə rahat düşür. Yəni bu gün atacaqsınız var məncə. Qrup atacaq. Deməli, 46-cı sual. 46. Var nisbətə aid. Bu cür nisbət görəndə k-larla götürəcəksən. A-nın yerində nə durub? A-nı nə götürəcəksən? 2k. B-ni 3k. Bəli, çətin bir şey yoxdur. Deməli, bu nisbətə görə A-nı nə götürəcəyik? 2k. B-ni nə götürəcəyik? 3k. İndi gözlə. Burada da bizə başqa bir nisbət verir və deyir B bölü C də 4-ün 5-ə nisbətində olarsa A plus B plus C cəmin ən kiçik qiymətini tapın. B neçə k götürəcək? B neçə k götürəcək? 4k. C neçə k götürəcək? 5. C də 5k-dır. Deməli, C də 5k-dır. İndi sadəcə burada B-lər ikisində də B-dir, amma birində neçə k-dır? 3k-dır, birində neçə k-dır? 4k. Onları nəyə gətirməliyik? Eyniyə gətirməliyik, ortağa gətirməliyik. İndi gəlin bunu belə eləyək də. Gəlin bunu ortağa gətirək. Ortağa gətirək. Deməli burada ən yaxşı deyil. B-ni 4k götürdük. Burada da 3k-dır. Bunları bərabərləşdirməliyik. Gəlin bunu tənasüb kimi getsə, bu ikisi, bu bunun. Bunu tənasüb kimi getsə. Bax burada 2b nəyə bərabərdir? 2b. Tənasüb də uşaqdır. Bax birinci A bölü B bərabər 2 bölü 3. Orta ədlər hansılardır? Orta ədlər B-dən 2. Kənar ədlər nədir? Orta ədlərin hansı nəyə bərabərdir? Kənar ədlərin hansı tənasübdə demişik. Yəni 2b nəyə bərabərdir? 3a-ya. Bəli. Sadəcə qısa da deyə bilərdik. Rahat başa düşündük, bir tənasüblə deyirik də. Burada da yenə orta ədlər hansılardır? 4c nəyə bərabərdir? 5b-yə. Bəli. İndi görürsən ki, burada b neçə k-dır? 4. Belə olanda həmişə yanındakını götürmür. Çaşıb b-ni 5k götürərsən. O birisini. B 4k-dır. Burada b neçə k-dır? 3k. Onda 4 ilə 3-ü eyniləşdirmək üçün neçəyə gətirməliyik? 12-yə da. 4-ə 3-ə bölünən 12-yə. İndi bunun b 3k-dır. 12 olması neçə vurmalıyam? 4-ə. Sağa 4-ə vuramsa, sola da 4-ə vuracaqsan. İndi bunu neçə vurmalıyam? 3-ə vuracaq. Deməli, bunu da 3-ə vuracaqsan, bunu da 3-ə vuracaqsan. 12c nə bərabərdir? 15b-yə. Burada da 8b nəyə bərabərdir? 12a-ya. Artıq görsən, burada da b 12k-dır, burada da b 12k-dır. Bəzən ola bilər ki, eyni də ola bilər. Amma gördün eyni deyirlərsə, ortaq dəyişənlərə bax. Gördün bayaqçı kimi, birində 3k, birində məsələn 4k-sə eyniləşdir. Eyniləşdirəndən sonra artıq götürürsən. C-ni neçə k götürəcəm? 15k. C-ni 15k. B 10-suz da fərqi yoxdur. Yenə 12k oldu. Hər ikisində 12k oldu. A-mız da neçə oldu? 8k. Burada təbii ki C-ni ən kiçik 15 götürə bilərik. Bunun ən kiçik istidə 12, bu da 8. Cəmi nə qədər edir? 35. Ən kiçik qiymət. Cəmin ən kiçik qiymət olacaq 35. Eyni olsa 0 qoyar. Deməli. A parametrinin hansı qiymətində bu ədədin 18 dənə sadə vuruğu olar? Bunu nə edəcəksən? Deməli, n bir ədəddir. N burada 3 saat burası 7 yazaq. Bəli, təbii ki. Sadə vuruq deyirsən, 21 sadə deyil, axı nə edəcəksən? Onu sadə vuruqlar arasında. Birinci növbədə 4 da sadə deyil. 4-ü necə yazacaqsan? 2 üstü 2, yəni 2 vur 2. 21 necə yazacaqsan? 3 üstü A, vur 7 üstü A. Bax, n ədədinin sadə vuruqları ayrılışı belədir. İndi görürsən ki, neçə dənə sadə vuruq olsun? 18. İkisi buradadır, eləmi? İkisi buradadır. A parametri hansı qiymətindədir? Ədədin
18 sadə vuruğu var. İndi ikisi buradadsa yerdə neçəsi qaldı? 16-sı. Yer 18-dən salır. Hərəsində nə qədər düşməlidir? 8 düşməlidir. Aydındır. 8 burada. Yəni 3 üstü 8, 7 üstü 8 olmalıdır ki, 3-dən 8 dənə, 7-dən 8 dənə nə qədər eləyəcək? 16 dənə. 2 dənəsi də burada nə qədər eləyəcək? 18 dənə. Demək, A-nın neçə qiymətində? A-nın neçə qiymətində? 8 qiymətində. A-nı istəyir də. A-nın 8 qiymətində. Sadə vuruq istəyirsə, burada özü bilə-bilə mürəkkəb ədədlər verir. Bunları sadə vuruq şəklində göstərməlisən. Deməli, bəs müxtəlif sadə vuruq desən, neçə dənə müxtəlif sadə vuruq var? 3. 3 dənə. 2-dir, 3-dür, 7-dir. Müxtəlif sadə vuruq desə 3 dənə. Amma burada bizə bütün sadə vuruq deyir. Müxtəlif demirsə, deməli, bütünü nəzərdə tutur. Deməli, gəldik 48-ci sual. Bax, çevrənin tənliyi verilir. Çevrənin tənliyi birinci burada qeyd edək. Uşaqlar, çevrənin mərkəzi hansı hərflə işarə olunurdu? AB ilə. Məsələn, tutaq ki... Necə? Normal bir sırnaqsada bunu ilk çıxardı. Aha, gələcəklər. Deməli, hər hansı bir çevrədir, koordinat oxlarını çəkirəm. Burada mərkəzini qeyd eləsən, bax, düsturumuz belədir. X çıx A-nın nəyi? Kvadratı, üstə gəl, Y çıx B-nin kvadratı. Bərabər nəyə? R-in kvadratına. Buradakı A-la B mərkəzinin X-i ilə Y-idir. Burada da göstərəm. Yəni, bax, bu A-mız bunu bildirir, mərkəzinin X-i. Bu X-i oxudu axı. Bu da ordinat, yəni Y oxudu. Mərkəzinin Y-nə adlanır, B ilə işarə olunur. Bəs buradakı X, Y nədir? Çevrənin gördüyünüz bu üstündə istənilən bir nöqtənin X-i Y-idir. Fərqi yoxdur. Məsələn, burada. Bu nöqtənin X-i ilə oradakı X-dir. Bu nöqtənin Y-i də ilə oradakı Y-dir. Bunu bildirir. Burada da müxtəsərlə gələndə həmin şey alınır Elvin Məmmədov. Müxtəsərlə gəlsək, Pifagor tətbiq olunur burada. Müxtəsər də yoxdur, Pifagorla. Deməli, burada düz-bucağı görürsünüz. Düz-bucağı. Bu kartini tapmaq üçün X-dan, X buradan buradadır. A da buradan buradır. Kartinimizdə bu hissəyə bərabər. X-dan nə çıxmalıyam? A-nız bura X çıx A-dır. Bura ümumi nə qədərdir? Y-dir. Y-dən nə çıxmalıyam? B-dir. Burada Y çıx B-dir. Burada nədir? R-dir da. Çevrən nədir bu? Radisidir. Bax, bu mərkəzdir, bu radisidir. Pifagor tətbiq edəndə həmin bu çevrənin düsturu alınır. X çıx A-nın nəyi? Pifagora görə kvadratı. Üstə gəl. Y çıx B-nin kvadratı bərabərdir radiusun kvadratına. İndi bu açıq şəkildə verilən bu ifadəni bu düstur halına gətirməliyik. Bunun üçün müxtəsərdən istifadə etməlisiniz. Deməli, baxın, hansı müxtəsərdən, yəni A açıq B-nin kvadratından da A açıq B ya da A plus B-yə gələcək. Ya A açıq B-nin kvadratı ya da A topla B-nin nəyi? Kvadratı. Bunun açışı necədir? A-nın kvadratı, üstə çıxılsın 2AB, üstə gəl B-nin kvadratı. Bu da A-nın kvadratı, üstə gəl 2AB, üstə gəl nə? B-nin kvadratı. İndi görürsən ki, bu X kvadratı. Elə ki, burada A-mızı nəyə vəz edir? X. A-nın kvadratı. Topla gəl də, topla. A kvadratından sonra gəlməlidir? 2AB gəlməlidir da. 2 vur, A-mızın yerə nə yazıram? A-mız nədir burada? X-dir da. 2 vur X. B-nin yerinə mən nə yazmalıyam ki, 6X eləsin? 3 yazmalıyım. Demək, B-miz nə olmalıdır? 3 olmalıdır. 2AB-dən sonra nə gəlir? Yəni, nə kvadratı? Üstə gəlir 3-ün kvadratı. Şu an burada 3-ün kvadratı görürsünüz. Özümüzdən yazmışıqsa bir dənə inirik bunu. Çıxır da 3-ün kvadratı. Çünki özümüzdən artırmışıq. Burada 3-ün kvadratı görürsən, İmam Quliyev. Görmürsünüz. Özümdən artırdığıma bir də çıxıram. Üstə gəl. İndi burada A-mız neçədir? Y-in kvadratı. Çıx 2AB gəlməlidir da. 2 vur. A-mız nədir? Y-dir. B-miz nə olmalıdır ki 12 Y eləsin? 6 olmalıdır. Topla B-nin nəyi olmalıdır? Yəni 6-nın nəyi? Kvadratı. Bir də neynəyəcəm? Çıxacım 6-nın kvadratı. Çünki özümdən artırmışam. Bir də əlavə burada nə ədədi var? -4. Bərabər nədir? 0. İndi buradan bura nəyin açılışıdır uşaqlar? Müxtəsərin açılışıdır da. Hansı müxtəsər? X topla 3-ün nəyi? Kvadratı. Sonra buradan burada nəyin açılışıdır? Üstə
üstəgər var arada. Nəyin açılışıdır? Y çıx 6. O da y çıx 6-nın kvadratı. Yerdə nə qalır? Bu neçə eləyir? 9. Mənfi 9. Mənfi 9. Bəs bu neçə eləyir? Mənfi 36. Bir də nə var? Mənfi 4 var. Bərabər 0. Bunların hamısı neçə eləyir ədədlər? 49. Mənfi 49. Sağa atacaqsan necə olacaq? Müsbət. Müsbət 49. Bunun kvadratı. Sağa atığı necə olur? Müsbət 49. Məsələn, görürsünüz həmin düstura gəldi. Yerimiz neçə imiş? 7 imiş, yəni 49 7-nin kvadratıdır. Bizə deyir ki, mərkəzinin koordinatları cəmi. Mərkəzi bu A-dan B idi. Yadda saxlayın ki, düsturun özündə bunlar həmişə nə olur? Çıxma olur da. Düsturun özünün çıxmasıdır bu. Deməli, burada toplama olubsa, neçə olub deməli? Mənfi olub. Bu da olduğu ki, müsbət 6. Bunların cəmi istəyir, bax. Neçə eləyir? Müsbət 3, mənfi 6 ilə. Nədir? Müsbət 3-ün altını topladım, müsbət 3. Deməli, gəldi. Burada biraz qarışıqlıq olub. Bunu burada yazaq. Deməli, x1 kvadrat təlimlidir. Viet teoreminə görə köklərinin hasili nəyə bərabərdir? 6/2. Köklərin hasili nəyə bərabərdir? 4-ə. C-yə. C-miz nədir burada? 4-dür da. Köklərin cəmi nəyə bərabərdir? B-nin əksinə, yəni müsbət 6-ya. B-nin əksinə bərabərdir. Deməli, tələsmə. Deməli, uşaqlar bu təlimlikdə yazırıq təzədən. x1 vur x2 nəyə bərabərdir? 4-ə, yəni həmişə C-yə bərabər olur. Bəs x1 toplar x2 nəyə bərabər olur? Mənfi B, yəni müsbət 6. Yəni müsbət 6-ya. B-nin əksinə bərabər olur. Gətirirsin, yerinə qoysan da çox rahat və şifahi sual. Sürətlər yazacaq uşaqlar? 6. x1 toplar x2 də sürətlər. Məhfəzdə də kökün altında bunların hasili. Yəni nəyi? 4-dür. Görürsünüz rahat. 6 böl 2. O da neçə edir? 3. Diskriminanta gedir. Yəni diqqətli olmalı. Və hər şey hazır verilir. Nəyə geçsən diskriminanta? Niyə elmi eləyirsən? Niyə edirsən indi? Deməli. 55 gün qardaş yazmıyor. Yaxşı, ola bilər. Aha. Kvadrat nədir? Bu bərabərçilik bir növüdür uşaqlar. Bu cür bərabərçilikdə o dəqiqə mənfi 11-i götürüb sağa atma. Çünki əksər uşaqlar gedib onu düz tapa bilmirlər. Bunu müxtəsərlə yaz. Bax, bu x-in kvadratıdır. Bəs 11 nəyin kvadratıdır? Kök 11-in kvadratıdır da. 11 nəyin kvadratıdır? Kök 11-in kvadratıdır. Onda buna ən yaxşısı müxtəsərə gətirəmişəm. 11-in yerinə kök 11-in kvadratı yaz. Kiçik nədən sıfırdan. İndi bunu hansı düsturla açıram? A-B, A+B. Məmmədov verir. Yəni x çıx kök 11. X toplar kök 11. Kiçikdir sıfırdan. Belə olanda hər biri nəyə bərabər edirdik? Sıfıra bərabər edirdik. Yəni x çıx şifahi də özün deyə bilərsən bunu. Bərabər sıfır. X nəyə bərabərdir? Kök 11-ə. Buradan da x topla kök 11 bərabər sıfıra. X də nəyə bərabərdir? Mənfi kök 11-ə. Tapandan sonra harada qeyd edirdik? Ədəd olmadı. Bəli, intervallara böləcəyik. Mənfi kök 11, təbii ki, kiçik solda qeyd edirik. Bir də müsbət kök 11 bölük intervallara. Bunların arasında 0 var da. 0 qoysaq, 0 çıx bu, mənfi qalır. 0 topla bu müsbət. Mənfi müsbətə vuran nə eləyir? Mənfi. Orta nə oldu? Mənfi, müsbət. Bizə necə istəyirdi? Kiçik 0. Mənfi aralı, hə? Hansı aralı götürəcəm? Mənfi kök 11 özü daxil deyil. Bərabər yoxdur. Mənfi kök 11, müsbət kök 11. İndi deyir, ən böyük, bunların arasında ən böyük tam ədəd neçə olur? Kök 11-dən təxminən neçə çıxır? 3 tam nə qədərdir? Tam ədəddən götürəcək, ən böyük 3. Ən kiçik desəydi, mənfi 3 götürərdik. Ən böyük tam, hə? 3 olur. Deməli, belə. Gəldi, 51-ci sual. Deyir, bu bucağı, iti bucaq olarsa, enin ən böyük tam qiymətini tapın. İti bucaq 90-dan İti bucaq neçə olur? 90-dan kiçik. Sən də bunu necə götürəcəksən? 90-dan kiçik götürüb həll edirsən. Düz bucaqdırsa 90-a bərabər edirsən. Kor desə 90-dan böyük, 180-dən kiçik. İndi iti bucaq dediyi üçün, bax, 32 topla nə? 4 eni necə götürsən? Kiçikdir, 90.
Buradan 32 sağa atırsan, 58. 4-in kiçiyi 90-dan 32 çıxana qalır 58. 58-də nəyə böləcəksən? 4-ə. N də kiçikdir. 58 böl 4. Bu da təxmini neçə eləyir? 12. 14 tam Neçəsi? 4-də 1, 10-da 5. 14 tam 10-da 5. 14. Onda n ən böyük neçə götürə bilərik? 14 götürə bilərik. Çünki tam deyil. 14 10-da 5-dən kiçik ən böyük tam ədəd 14-dür da. 14 götürəcəyik. Gəlməmişdir ümid buna. Bəli. Deməli, gəldik. Bax, gəldik kvadratik funksiya. Dəfələrlə dedik ki, bunun düsturlarını öyrən. Özdə təpə nöqtəsinin koordinatlarından danışır. Yəni parabolanın, yəni parabolada bunun qrafiki yəqin bilirsiniz. AX topla BX topla C. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları nə ilə işarə olunur? Təpə nöqtəsinin x-i n, y-i də n ilə işarə olunur. Bəli. İndi deyir, ordinat oxunu 0-23 nöqtəsində kəsir. Ordinat oxu kəsdiyi nöqtə həmişə nəyin qiymətidir? Yox, C-nin həmişə. Bəli. Deyir, ordinat oxunu 0-23. Yəni x-i 0-23. Yəni buranın qiyməti nə qədərdir? 23-dür. C-si 23-dür. Ordinat oxunu kəsdiyi nöqtə, Elvin, həmən də bunu alacağım üzərindən. Deməli, C-si 23-dür. Bildik bunu. Təpə nöqtəsinin koordinatlarını verib. 3, 5-dir. Təpə nöqtəsinin koordinatları nədir? M-dir, bir də nədir? N-dir. M necə tapılır? Mənfi B böl 2 vur A. Bəli, 2 A. İndi M-in yerinə nə qoyacaq? 3. Çünki təpə nöqtəsinin koordinatları birinci həmişə M yazılır, sonra N yazılır. 3 bərabərdir mənfi B-nin qiymətini bilmirəm, elə B-dir. 2A da elə A-dır, 2A. Bu qalır yerində. İndi N-i yazıram. N-imiz necə tapılır? 4 vur C. Bəli, N bərabərdir 4AC. 4 vur A, vur C, çıx nə? B-nin kvadratı böl 4A. N-in yerinə nə yazacaq? 5 bərabərdir. 4 vur A-nı bilmirəm, amma C-ni tapmışıq da. C neçə idi? 23. 4, 23. Çıx B-nin kvadratı böl 4A. İndi gəlirik. Bunu neynəyəcəksən? Çarpas. 4-ü 23-ə vuranda 92. Çıx B kvadrat. Bərabərdir. 5-i də 4-ə vuranda 20A. İndi 20A. Bunu boş-boşuna almamışıq. Burada bunu da çarpaz vurursan, B-ni A ilə ifadə edirsən. Çarpaz vurursan, B nəyə bərabər olur? Mənfi 6A-ya. 2 A-ya. Mənfi 6A-ya. Gətirib burada B-ni yerinə yazacaqsan, mənfi 6A. 92. Çıx mənfi 6A. Bərabər nəyə? 20A-ya. Necə? Kvadratıdır. Hə, burada kvadratıymış. Burada B-nin kvadratı, yəni mənfi 6A-nın kvadratı. Onda 92 çıxısı nə olur? 36A kvadratı. Bərabər nəyə? 20A-ya. Düzdür? 200 yazılır. Necə? Harada 96? Hə, burada 92-dir. İndi hamısını ala keçirdək. Bir tərəfə keçirsən. Sağa keçirdək ki, bura müsbət olsun. Sağa atanda müsbət 36A kvadratı. Topla ilə 20A. Sağda da onun yerini dəyişir. Bunun sağa tərəfə çıx 92. Hər tərəf neçəyə bölünür? 4-ə bölünür. Bəli. 4-ə böləndə nə qalır burada? 9A kvadratı plus 5A çıx 4-ə böləndə 23 bərabər 0. Bu da necə təmin edir? Kvadrat təmin edir. Nəyi tapmalıyıq? Diskriminantı. Çünki A burada 9. Yetinə tapamıyor. Diskriminant bərabərdir. B-nin kvadratı 5-in kvadratı nə edir? 25. Çıx 4AC. 4 vur. 9 vur. Mənfi 23. İşarəyə xüsusi diqqət eləməlisiniz. Buradan da B bərabərdir 25. Mənfi nə eləyəcək? Müsbət. 36-nı da 23-ə vurmaq lazımdır. 36 vur 23. 828. Neçə? 828 dedin. 828. Demək, D ilə bərabər bunları toplayan neçə eləyir? 853. 853.
Neçə eləyir? 53 eləyir. 853. Nəsə çıxır bundan? Hepsi. Nəsə onda, burada. Mən gəlib işləyim mən. N bərabərdir. N'in qiyməti neçədir? 5'dir. 4AC. 4 vur A vur 20 çıx B'nin kvadratı 4 4A. Burada da 4'ü 20 çalıran neçə alındı? 4'ü 20 çalıranda deməli 92 alındı. 92A var burada. Bax 92'ni A'sız yazmışıq. Deyirəm burada səhv alınacaq. 92 yanına almalıdır? A olmalı. Bax 4A vur 23 92A. Burada da A olmalıdır. Burada da A olmalıdır. Onda burada da nə olacaq? A olacaq. 36 aparatı. İndi daha bundan sonrasını diskriminata getməyə ehtiyac yox imiş. Çünki burada A-nı əksi yazmışıq. İndi burada davam edəsək. Deməli, mənfi 36 A-nı saat A nə olacaq? Müsbət 36 A kvadratı. 92 A-dan 20 A çıxanda qalır. Nə qalır? 92 A-dan çıxanda 20 A. 72 A. A-nın da biri neynir? İqtisadi. Gedir. Burada nə qalır? 2. 36 A nəyə bərabər imiş? 2. 72'ye. A da nəyə bərabərdir? 2'ye. A-nı 2 tapdıq. Qeyri mənfi Bu 12. qədər uzaqdır burada. Deməli, A 2 isə gətirib A-nı 2 qoysun. Mənfi 6 2'ye varanda da neçə olur? 14. Mənfi 12. 14 edir. Deməli, bizə nə istəyir? A-dan B-ni çıx deyir. Yəni nədən nəyi? 2-dən çıx, mənfi 12'ni. Bu da neçə eləyir? 14. Bax belə. Bu adam yazan ki, 3 yerə Deməli, bunu sürməsin. Elvi yazarım. Deməli, 53. 53-cü sual. Çevrə sual uşaqlar, daha 2 dənə sualımız qalıb. 53-cü sual. 53-cü sual. Tamam, keçilədir. Deməli, burada keçin ev yox. Salam. Keçə bilərsiniz. Hə, salam. Əyləşdir, keçin orada buluşsun. Deməli, uşaqlar, burada nə verir sizə? Mərkəzi O nöqtəsidir, kənarda verir, görürsünüz. Mərkəzi O nöqtəsində olan çevrədə BA toxunandır, ham görür. Çevrəyə toxunan, ham baxsın bura. BS kəsərdir, bunu da görürük. AB-ni 6 verib. Bura nə qədər verib? 6 verib AB-ni. BD-ni 3 verib. Çöldəki hissə, kəsərin çöldəki hissəsi 3-dür. Sonra SY-ni də nə qədər verib? 3 verib. Bax, buradakı hissə SY, balaca parça 3-dür. 3. NY də MY-yə bərabərdir. Nə? NE, ME-yə. NE, ME. Yəni, bura nə yazıram? X. Burada nə yazıram? X. Bəli. Biz belə bir çevrədə belə bir şey demişik ki, vətənlər kəsişəndə, bax, bunu E ilə ayrıca şəkildə çəkirəm. Bura diqqət edin. Bura nə verir? X, X, hə? Eləmi? Bura nə qədər? 3. Oran bilirik. Bilmirik. Onda gəlin birinci bunu tapaq. Bura bir dənə nə deyək ki? Y. Onda gəlin bu qaydanı yada salaq. Toxunanla bağlı, bəli, ay sağ ol. Toxunanla bağlı olan. Burada toxunan burada. Bu da kəsən. Bura 6'dır. Bura nədir? Çöldəki hissə 3'dür. Burada nə deyək? Burada 3 topla Y-dir. Toxunanın kvadratı bərabərdir. 6'nın kvadratı bərabərdir. Kəsənin çöldəki hissəsi vurulsun. Ümumi 3 topla Y. Deməli, 36 bərabərdir. Bunu da açırsan. Bu 6 edir da. 3 6'ya varanda 18 topla 3Y. Deməli, 3Y də nəyə bərabərdir? 36'dan 18 çıxırsan. 18Y nəyə bərabərdir? 6'ya. İndi tələsmirsən. Y 6'dır. Y həmin budur da. Burada ayrıca şəkil çəkmişəm. İndi nə edirik? Qarşılıqlı şəkildə. X vur X nə edir? X-in kvadratı bərabərdir. 6'ya 18. Bizə nə istəyirdi? Deməli, X nəyə bərabərdir? Kök 18. Ondan nə çıxır? 4 vur 3, 2 kök 3. 2 kök 3. Necə? 18. Kökdə 18. Onda nə yazırıq? Hə, 12'yə görə mən getdim bunu. Deməli, 18'də necə yazırıq? 9 vur 3 yazanda 3 kökdə 2. Amma bizdən MN istəyir. 2x istəyir. Bu da neçə edəcək? 2'yə vuranda 6 kökdə 2 edəcək. Sağ olun. Mən bir də 53 olmuşum.
Həlçi yazmamısan? Ha, yəni getmişdim. Nə yazmamışsan? Sen de geçmişsin. Qaydadır. 5 tane. 54. Elmizon 3. Yaşlar verilib, deməli, yaşa aid, deməli. Burada nə edəcəksən? Həsən Yusif budur, bir elə burada. Həsən, deməli, çaşdırma bizə görəydi, Elmir yox da burada. Yusif, mən də Elmir yazarım, daha görə. Yusif, Həsən nə qədərdir? 13 yaş var, Yusif 7 yaş var. Neçə ildən sonra üstəgəl x, ikisi də artacaq da, Elmir də böyüyəcək inşallah. Deməli, 7 topla x, 13 topla x. Deyək, bu zaman Həsənin yaşı, yəni hansı 13 topla x, neyniyəcək? 1,5. Yusifin yaşından 1,5 dəfə çox. Bunu nəyə vuracaq? 1,5-ə bərabərdir. 7 topla x-i də vuracaqsan 1,5. 13 topla x. Bunu da vuracaqsan neçə eləyəcək? 10,5. Daha nə oldu? Orada 3 götürməmsən. Burada 10,5. Bunu da eləyəndə 1,5 x. Deməli, bunlar x-lar bir tərəfə, ədədlər bir tərəfə. 1,5 x-dan 1 x çıxan nə qalır? 0,5 x. Sonra 13-dən də 10,5 çıxanda 2,5. 25-i də 5-ə böləndə x olur 5. Neçə ildən sonra? 5 ildən sonra. Cavab 5. Yazmışsınsa? 5 yazmışsan? Sağ ol. Deməli. Gəldi axırıncı sual. 25 idi axırıncı. Deməli, bütün diaqonalların sayı necə tapılır? En buraya çıxdı. n var, n çıxı 3 bölü 2. Çox bucaqlıda. Beraber doğru. Deməli, Altı. n var, n çıxı 3 bölü 2. Nə bərabərdir? 9-a tələsdir. Buna nə edirsən? Sarpaz. n var, n çıxı 3 nə bərabərdir? 18-ə. Bunda vurub açıq kvadrat, əslində açıq sualdır. Kvadratda getməlisən. n kvadrat çıx 3-ün çıx 18 bərabərdir 0-a. Deməli, burada da mənfi 6 ilə mənfi 3 ilə 6-dır. Uzaqbaşı diskriminantdan gelib taparsan. Təbii ki, n burada nə ola bilməz? Mənfi ola bilməz. Nə götürəcəyik? 6. Deməli, neçə bucaqlıymış? 6 bucaqlıymış. 6 bucağının da xarici bucağı necə tapılır? 360'ı 6'ya bölür. Neçə eləyəcək? Onda daxil bucağı nə qədər eləyəcək? 120. Çünki daxil ilə xaricin cəmi həmişə nə olur? 180 olur. Cavab olur 120. Daxili bucaq 180 buraya çıxdı.